Əslində mən bal gözləmirdim, çünki ilk imtahanım idi. Amma müəllimlər potensialımı bildiyi üçün deyirdilər ki, həmişə ola bilər, normaldır sənin üçün. Həmişə arxamda durublar onsuz da. Ona görə onlara normal gəldi. Məndən əvvəl burada bacım təhsil alıb və o da TERÜS 2026 bir imtahanından 465 bal əldə edib. Mənə həmişə deyirdi ki, əgər TERÜS üzrə hazırlaşsan, mütləq Azərbaycan seçməlisən. Mən də TERÜS başladığım ilk gündən Arzu müəllimə, Aysel müəllimə və Burak Hoca ilə təhsilimi alıram və bir ildir ki, hazırlaşıram. TERÜS 2026 bir imtahanından 424.18 bal əldə etmişəm. Əslində mən bal gözləmirdim, çünki ilk imtahanım idi. Amma müəllimlər potensialımı bildiyi üçün deyirdilər ki, həmişə ola bilər, normaldır sənin üçün. Həmişə arxamda durublar onsuz da. Ona görə onlara normal gəldi. Üstünlük odur ki, müəllimlər savadlıdır, şirin dildir. Məsələn, uşaqları təhsilə cəlb edir, həvəslərini artırır. Məsələn, çətin bir mövzu olanda və yaxud şagird başa düşməyəndə əlavə dərslərə çağırırlar və orada izah edirlər. Şagird başa düşənə qədər buraxmırlar. Olimpiada nəticələrim və imtahan nəticələrimin universitetlərə qəbul üçün əhəmiyyətli olduğunu fərqinə vardım. Olimpiada və imtahan nəticələrimi inanıram ki, Azəredu ən yaxşı şəkildə dəyərləndirəcək. Bu yolda Azəredu ilə birlikdə olduğum üçün çox şadam və bütün kollektiva təşəkkür etdiyimi bildirirəm.